Salam, hər vaxtınız xeyir. Bu dəfə də Novruz çiçəyi hazırlayırıq. Həqiqətən görünüşü çox gözəl olur. Bunun üçün istədiyiniz şamı əridirsiniz, hansı rəng istəsəz. Bir qaba buz tökürsünüz, üstünə isə su əlavə edirsiniz. Əlimizi birinci kremləyirik və başlayırıq hazırlamağa. 3 barmağımızdan istifadə edirik. Birinci buzlu suya, sonra isə ərinmiş şama vurub budaqda barmaqlarımızı birləşdiririk. Orada artıq çiçək formasını özü alır. Çox qəşəng üsuldur, təbii görsənir. Elə bir ki, təbii budağı qırıb qoymusunuz stolun üstünə də çiçəkli. Baxın, görün necə qəşəng görsənir. Həm xonçam üçün düzəltdim, bu budaqdan çiçəklidən qoydum, həm də öz hazırladığım güldanıma dekor üçün bu gülü hazırladım. Belə videoların davamlı olması üçün əgər bəyənirsinizsə videonu bəyənin və fikirlərinizi rəylərdə yazın. Bu mənim üçün maraqlıdır. Sizdə necə alındı? Və kanalıma da abunə olun ki, mən də həvəslə belə faydalı videolar çəkim. Hələlik.